İranda İslam dövlətini kimlər qurdu? 1925-ci ildən İranı ingilislər tərəfindən hakimiyyətə gətirilən şah rejimi idarə edirdi. İranın təbii sərvətləri ingilislərə peşkəş edilir. İran xalqı isə kasıb şəraitdə yaşayırdı. 1950-ci ildə Fars millətçisi olan Məhəmməd Musəddiqin öndərliyində xalq şahı devirir. Şah isə Amerikaya qaçır. Hakimiyyətə gələn Musəddiq ölkədən ingilisləri qovur və ingilislərin gəlirin 80%-nə sahib olduğu İran neftinə əl qoyaraq. Neftdən gələn gəlirlərin İran xalqına çatacağını və ingilislərə heç bir vəsait ödənilməyəcəyini elan edir. İngilislərin maraqlarına xidmət etmədiyi üçün 2 il sonra ingilislər Amerika ilə birgə İranda Ayaks əməliyyatı keçirir və Musəddiq devrilərək yenidən hakimiyyətə şah gətirilir. 70-ci illərin ortalarında İranda xalqın şahdan narazılığının artdığını görən ingilislər bu dəfə dini metoddan istifadə edirlər. Fransada Fransanın televiziyası və qəzetləri hesabına təbliğat aparan Xomeyni şahı devirir və 1979-cu ildə Əlcəzairdə 1 milyon müsəlmanı qətlə yetirən Fransanın təyyarəsindən enərək İranda İslam Respublikasını qurur. Buradan belə suallar ortaya çıxır. Necə oldu ki, ingilislərin adamı olan şahı devirən, ingilislərin maraqlarına zidd olan Musəddiqi 2 il sonra ingilislər devirdi və yenidən şahı hakimiyyətə gətirdi? 1979-cu ildə ingilislərin adamı olan şah mollalar tərəfindən devrildi. Amma 40 ildən artıqdır ki, bu rejim ayaqda durur və ingilislər onun devrilməsi üçün heç nə etmir. Necə olur ki, Avropada müsəlmanlara ən çox nifrət edən ölkələrin başında duran, 50 milyonlarla müsəlmanın qanına batmış Fransa İranda İslam dövlətinin qurulmasına dəstək olur? Sizə şübhəli gəlmir? Artıq hər şey göz qabağındadır. Azərbaycan-Ermənistan sərhədinə 3 ölkənin nümayəndəsi gəlib və Azərbaycan mövqələrini izləyir. Amerika, Fransa və İran. Yeganə müsəlman ölkədir ki, sərhədimizi Amerika və Fransa ilə birgə izləyir. Yəni bu o deməkdir ki, İranda İslam dövlətini biz qurmuşuq. Ona görə də İran bugün bizim yanımızdadır.